Hər kəsə salam. Sizi ənənəvi olaraq bayram videosundan salamlayıram. Hər birinizi Ramazan bayramı münasibəti ilə və Novruz bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Hər birinizə can sağlığı, uzun ömür, firavan həyat, ruzi bərəkət dolu günlər və xoşbəxt anlar arzu edirəm. Ümidvaram, bu Ramazan bayramında Allah tutduğunuz bütün oruçları, qıldığınız namazları, etdiyiniz duaları, niyyətləri, verdiyiniz zəkatları özü qəbul etsin. İnşallah nə niyyətiniz, nə xoş niyyətiniz varsa həyata keçsin və Novruz bayramında da həmçinin süfrəniz hər zaman ruzi bərəkətlə dolu olsun, ailəniz xoşbəxtliklə, sevinclə, şadlıqlarla dolu olsun. Və ümid edirəm ki, xalqımız hər zaman bayramları qeyd etsin, hər zaman üzü gülsün, hər zaman xoşbəxt olsun, bir-birimizə can deyib can eşidək və hər zaman bir-birimizə dəstək olaq, istər ölkə daxilində, istər ölkə xaricində. Eyni zamanda həm yerlərimizi də təbrik edirəm, çünki özüm də vətəndən qıraqdayam. Düzdür, vətəndən kənarda olsaq da bu bayram əhval-ruhiyyəsini tam olaraq hiss eləmək olmur, təəssüflər olsun ki. Amma sosial şəbəkədə gördüyüm videolar belə mənə bayram əhval-ruhiyyəsini həqiqətən hiss etməyə az da olsa kömək edir. Sizi çox sevirəm, ümidvaram ki, gələn ildə Allah bizə nəsib edər Ramazan bayramını yaşamağı, görməyi, yenidən oruç tutmağı və Ramazan bayramını qeyd etməyi və eyni zamanda Novruz bayramını qeyd etməyi. Çox qəribə bir zamanlamadır ki, həm Ramazan bayramı baş verir, həm Novruz bayramı baş verir. Hər ikisi baş verir və bayram bayrama qarşı bir sözlə. Belə, özünüzə yaxşı baxın. Postlar haqqında soruşsanız, səsləndirmələr haqqında soruşsanız, düzü axır zamanlar motivasiyadan çox düşmüşəm, amma çalışacağam ki, əlimdən gələn qədər təkrar qayıtmağa çalışım, yenidən şeirlər səsləndirməyə çalışım. Çətin olacaq məncə, amma sizin dəstəyiniz hər şeyi dəyişdirə bilər. Mənə sadəcə sizin dəstəyiniz, xoş sözləriniz həqiqətən böyük motivasiya verir və həqiqətən də hal-hazırda sadəcə buna ehtiyacım var. Sizi çox sevirəm. Bayramlarınız mübarək. Özünüzə yaxşı baxın. Allaha əmanət olun.